Hə, ya Allah, bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bu gün sizlərə mobil tətbiqimiz üzərindən bir neçə sualın izahını təqdim edəcəm və qeyd edim ki, sizlər də bizim mobil tətbiqi yükləyərək müxtəlif suallardan yararlana bilərsiniz. Sualların izahları isə mütəmadi olaraq YouTube kanalımızda paylaşılacaq. Burada kateqoriyalar çoxdur, hər kateqoriyada fərqli şəkildə suallarla tanış olacaqsınız. Və qeyd edim ki, tətbiqi yükləmək üçün tətbiqin yükləmə linki, bu videonun rəy bölümündə qeyd olunacaq. Həm iOS sistem cihazları işlədən müəllimlər üçün, yəni iPhone işlədən müəllimlər, həmçinin Android sistem cihazı işlədən müəllimlər rahat şəkildə bizim tətbiqi yükləyib istifadə edə bilərlər. Özünüz də App Store-da və ya Play Market-də SN Academy yazıb axtararaq tətbiqi yükləyə bilərsiniz. Bu belə və ekranda hazırda görürsünüz bizim yanvar qrupunun elanı, paylaşılır. Yanvarın 5-i inşallah biz sıfırdan dərslərimizə start veririk. Maksimum güzəşt olunubdur. Aylıq ödənişlər burada artıq qeyd olunub. Gördüyünüz kimi yanvar qrupumuza özəldir bu. Qeyd elədiyim kimi yanvarın 5-i başlayırıq. Dərslərimiz ilk dərsdən olaraq başlayacağıq. Yeni çərçivəyə əsasən ətraflı məlumatlar əldə etmək üçün 070 855 53 73 nömrəsinə yazaraq məlumatları əldə edə bilərsiniz. Sizə proseslə bağlı bütün məlumatlar bizim WhatsApp nömrəsinə yazılan zaman göndəriləcək. Yaxşı, gəlin uzatmadan suallara baxaq. İndi əziz müəllimlər, mən burada kateqoriyalar çoxdur. Oyunlar bölməsinə keçirəm. Günlük suallar hər gün paylaşılır, bu bəlli məsələ və burada mən sözü tap da var, audio suallar da var. Uyğunluq suallarından sizə izahlar verəcəm. Doğru-yanlış suallar da var. Doğru-yanlış suallara artıq 100 dənədir, yəni 100-ə çatdırılıbdır və say artırılacaq yenə də, yəni burada 100 ilə kifayətlənmirik, bəlli məsələ. Uyğunluq suallarından işləyək. Uyğunluq suallarına da artıq suallar yüklənilir və bunun da sayı artırılacaq. Hazırda ictimai bölümündə 15 sual var. Baxın, uyğunluğa daxil olduq. Gəldik metodiki səriştəlilik, pedaqoji və psixoloji yanaşmalar. Gəlin bu gün metodiki səriştəlilik işləyək. İctimai bölümündə 15 sual var hazırda. Bu da artırılacaq, bəlli məsələ. Birinci sualdan başlayaq. Aşağıdakı fikirlərdən yanlış olanları göstərin. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə və ona vaxtında dəstək göstərməyə yönəlmişdir. Doğrudan qeydləmədim onu. Uyğunluq suallarında bir neçə cavab olacaq, bir cavab yox. Yəni burada konkret variant seçməyəcəyik. Bir neçə variant olacaq. Uyğunluq suallarının fərqi odur. Hə, birinci doğrudur. Deyir ki, formativ qiymətləndirmə prosesi izləməyə, şagirdə vaxtında dəstək olmağa yönəlmişdir. Tamamilə doğrudur. Əməkdaşlıq əsaslı tapşırıqlar şagirdlərdə həm akademik, həm də sosial bacarıqların inkişafına kömək edir. Razıyıq. Məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Niyə görə biz məqsədli fəaliyyəti sadəcə dərsin sonuna saxlayaq? Bu biraz absurddur axı. Bütün proses müəyyən məqsəd üzərində aparılır. Bizdən yanlış olanları istəyir, ona görə bunu seçdik. Sonra refleksiya şagirdə yoldaşının öyrənmə prosesini təhlil etməsi və bu məlumatları müəllimlə bölüşməsi üçün əsas vasitədir. Biz burada yoldaşın yox, özünün deyirik. Refleksiya şagirdə özünün öyrənmə prosesini təhlil etməsinə şərait yaradır. Aydındırmı? Burada yoldaş yazıb deyə, bu da yanlış fikirdir. Sonra deyir ki, fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaratmasını nəzərdə tutur. Bununla razıyıq. Fasilitasiya çünki bilirsiniz, fasilitasiya prosesi geniş bir anlayışdır. Orada fasilitatorun bacarıqları qeyd olunur. Müşahidə etmə, dinləmə, məqamında müdaxilə, planlaşma bacarığı. Məhz dinləmə bacarığı şagirdlərə sərbəst şəkildə fikir ifadə etməyə şərait yaradır. Yəni fasilitasiyada var bu. Yanlış olanları istəyir deyə biz götürdük və doğrudur. Keçək növbəti suala. BİBÖ üsuluna aid olan fikirləri göstərin. BİBÖ üsuluna aid əvvəlki və yeni biliklər arasında əlaqə yaradır. Tamamilə doğrudur, razıyıq bundan. Verilmiş əsas anlayışa aid bacardıqları qədər söz assosiasiyaları tapmaq. Bu klasterə aiddir, götürmürük. Şagirdin düşünməsini optimallaşdırır. Bəli, razıyıq. Müəyyən vəziyyətlərdə çıxış yolları tapmaq. Bu beyin həmləsinə aiddir, götürmürük. Mövzu barədə əvvəlki təcrübəni nəzərdən keçirmək və suallar formalaşdırmaq.
Razıyıq. Bübödə bu var. O baxımdan gəlin bunu da götürək. Əvvəlki və yeni biliklər düşünməni optimallaşdırmaq bübö iş üsuluna aiddir. Keçək növbəti sualımıza. Insert iş üsuluna aid olan fikirləri seçin deyir. Insert interaktiv qeyd etmə sistemidir, işarələr sistemidir. Sonra deyir, şagirdə xəyali situasiya verir. Bu, rollu oyunları, simulyasiyalara aiddir. Bu üsul söz analizi aparmaq və söz ehtiyatı yaratmaq üçün istifadə edilən iş vərəqidir. Bu, Frayer modelinə aiddir. Əşya, hadisə, məsələ, anlayışları müqayisə etmək və onların oxşar fərqli cəhətlərini tapmaq. Bu da Venn diaqramına aiddir. Bizdən insert aid olanı istəyirdi. Seçdik və doğrudur. Keçək növbəti suala. Hansı üsullar yaradıcı düşüncəni aktivləşdirir və yeni fikirlər formalaşdırır? Bəlli məsələ 4-ün 1 qarşı götürürük burada. Beyin həmləsi ilə razılaşırıq. Əşyaların qeyri-adi istifadəsində yaradıcı düşünmə var. Ziqzaq və klasteri bura şamil edə bilmirik. Keçək növbəti suala. Hansı üsullar diaqnostik qiymətləndirmə vasitəsi kimi istifadə oluna bilər? Biz bilirik ki, burada ən gözəl nümunə klaster və bübö ola bilər. Diaqnostik vasitəsi kimi istifadə edə bilərik. Gəlin keçək növbəti suala. Differensial təlimi reallaşdırmaq üçün hansı xüsusiyyətlər nəzərə alınır? Şagirdlərin marağı, öyrənmə tərzləri, şagirdlərin hazırlıq səviyyəsi. Bunları nəzərə alırıq. Amma birində deyir, valideynlərin marağı, digərində deyir, müəllimlərin tələbatı. Təbii ki, bunlar doğru seçim deyil. Differensial yanaşmada bu üç məsələ nəzərə alınır. Keçək növbəti hissəyə. Differensial təlimin nəticə komponentinə aid olanları göstərin. Nəticə komponenti, bilirsiniz, 4 komponentdən ibarətdir. 4 yerə ayrılıbdır. Differensial yanaşma 4 hissədə özünü göstərməlidir. Məzmun, proses, nəticə və qiymətləndirmə. Nəticə sonluq, yekun deməkdir. Gəlin baxaq. Eşidərək öyrənənlər səsli məruzə edirlər. Razıyıq. Bu artıq nəticədir. Məruzə edirlər. Deməli, iş yekunlaşır. Oxu materiallarını vizual və sözlə öyrənənlərə uyğun seçmək. Seçim vardırsa, deməli, hələ proses deyik biz. Kinestetik öyrənənlər mətni səhnələşdirir. Səhnələşdirirlərsə, deməli, işin yekunudur. Artıq onlar təqdim edir mənə bunu. Nəticədir. Vizual öyrənənlər mətnlə bağlı qrafik təsvir hazırlayırlar. Nəticəyə aparır. Eşidərək öyrənənlər mövzunun səsli versiyasını dinləmə imkanı yaratmaq. Öyrənənlərə hələ dinləmə imkanı yaradırıq. Deməli, söhbət prosesdən gedir. Bu da bizə aid deyil. Nəticəni istəyirdi bizdən. Bu üçü nəticəyə aiddir. Keçək digər hissəyə. Differensial təlimin üstün cəhətlərini seçin. Differensial təlim yüksək qabiliyyətli şagirdlərə dərs prosesində xüsusi diqqət ayırmağı tələb edir. Belə bir ifadə yoxdur differensial təlimdə. Bizdən üstün cəhətlərini istəyir. Differensial təlim hər bir şagirdi nəzərə alır. Hər bir şagirdi. Amma deyilmir ki, kiməsə xüsusi diqqət ayırın. Yanlışdır ona görə o. Sonra, müəllimlər öyrənmə prosesini şagirdlərin təlim ehtiyaclarına görə təşkil etdiyindən siniflərdə daha az nizam-intizam problemləri olur. Razıyıq bundan. Differensial təlim yüksək qabiliyyətli şagirdlərlə yanaşı əlilliyi olan şagirdlər üçün də effektivdir. Bəli, tamamilə doğrudur. Yəni, hər kəs nəzərə alır. Şagirdlərin nailiyyətlərinə görə fərqləndirir. Xeyr, bu doğru yanaşma deyil. Şagirdlərə materialı necə öyrənə biləcəklərinə dair daha çox seçim verilir. Bəli, differensial təlim seçim imkanı verir şagirdə. Razıyıq. Gəlin götürək. Üstün cəhətlər bunlardır. Sonra, layihə əsaslı öyrənməyə aid xüsusiyyətləri göstərin. Metodiki səriştəliyə aid istənilən yerdən sual düşə bilər. Bu da layihə əsaslı öyrənmə ilə bağlıdır. Hər hansı bir spesifik problemə yönəlmişdir. Bu, problem əsaslı öyrənməyə aiddir. Çıxdı. Bir neçə günü və ya həftəni əhatə edir. Konkret problemi həll etməkdir məqsəd. Bu da problem əsaslı öyrənməyə aiddir. Götürmürük. Geniş spektrli mövzunu əhatə etməklə kompleks problemlərə yönəlmişdir. Bəli, razıyıq. Həftələri, yarım ili, hətta bütöv ili əhatə edə bilər. Tamamilə doğrudur. Qiymətləndirmə meyarları mürəkkəb xarakteristikaya malik olur. Bu da doğrudur. Layihə əsaslı öyrənmənin xüsusiyyətləri bunlardır. Doğrudurmu? Bəli. Keçək növbəti hissəyə. Layihə və problem əsaslı öyrənmənin ortaq cəhətlərini göstərin. Problem həll etmə. Sonra, əməkdaşlıq. Ünsiyyət. Hərçü varmı? Bəli, var. Doğrudur, gəlin keçək. Məhsul hazırlığını götürmədik, o layihə işindədir, layihə əsaslı öyrənmədədir. Spesifik problemə yönələn isə problem əsaslı öyrənmədir. Bizdən ortaq cəhətləri istəyir deyə bu üçünü götürdük.
Sonra gəldik Rozenşaynin təlim prinsiplərini seçin. Tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlayın. Bəli, Rozenşayn bunu deyib. Yeni materialı kiçik hissələrdə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Razıyıq, bu da doğrudur. Anlamanı yoxlayın. Bu da var. Çətin tapşırıqları şagirdlər edə bilmədikdə onların əvəzinə etmək. Bu doğru yanaşma deyil təbii ki. Digər şagirdlər edə bilmədikdə onların əvəzinə işi gör. Axı Rozenşayn belə bir söz deməyib. Ümumiyyətlə bu doğru yanaşma deyil. Şagirdə yol göstərə bilərik, istiqamət verə bilərik, amma onun işini əlindən alıb özümüz etsək bu doğru deyil artıq. Anlamanı yoxlamaq üçün yalnız dərsin sonunda suallar vermək xeyr, bütün proses ərzində biz bunu edə bilərik. Yəni sual verməyi sadəcə dərs sonuna saxlamaq da o qədər düzgün deyil. Ona görə bu üçü Rozenşayna aid olan cavabları ilə götürdük. Birbaşa təlimə aid olanları müəyyənləşdirin. Gəlin baxaq. Tədrisin kiçik hissələrə bölünüb scaffolding tətbiq edilməsi ilə öyrədilməsi. Bəli, aiddir. İntellektual maraq ilə öyrənməni uzlaşdırır. Bu bizim sorğu və araşdırma əsaslı təlim modelinə aiddir. Çıxdı. Şagirdlər cəlb olunduqları fəaliyyətlərdə təcrübi bacarıqlar əldə edirlər. Bu da sorğu və araşdırma əsaslı təlimə aiddir. Bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Bu birbaşa təlimə aiddir. Götürürük. Təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlama ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Tamamilə doğrudur. Bununla da razıyıq. Aid olanları istəyir? Bəli. Bunlar birbaşa təlimin xüsusiyyətlərinə daxildir. Sonra sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətlərini göstərin. Gəlin baxaq. Bilirsiniz, bu təlim modeli eksperimentə yönəlir. Təcrübə istəyir bizdən, praktika istəyir bizdən. Müəllimlər şagirdlərin inkişafını daha açıq müşahidə edə bilirlər. Bəli, razıyıq. Hal toplama, səviyyə keçməklə nişanlar əldə etmə, lider cədvəli və s. olur. Bu oyunlaşdırma üsuluna aiddir, çıxdı sıradan. Biliklərin dərinləşdirilməsinə, onların uzunmüddətli yaddaşa ötürülməsinə imkan yaradır. Bəli, bu doğrudur. Nailiyyətə görə şagirdləri qruplaşdırmaq bu aid deyil. Öyrənmə prosesi şagirdlərə daha maraqlı və mənalı gəlir. Bu da aiddir. Bəli. Baxın, bu üçü sorğu və araşdırma əsaslı təlim modelinin üstün cəhətləridir, müsbət cəhətləridir. Götürdük. Keçək növbəti suala. Sinxron tədrisə aid olmayanları seçin. Aid olmayanlar deyir, ha. Şagirdlər tapşırıqların yerinə yetirilməsi vaxtını seçməkdə sərbəstdirlər. Bu sinxron tədrisə aid deyil. Bu asinxrondur. Sonra şagirdlər və müəllim arasında məlumat və təcrübələrin ani ötürülməsi təmin edilir. Bu aiddir sinxrona. Əvvəlcədən hazırlanmış mühazirələr və ya videoçarxlar. Bu asinxrondur. Aid olmayanları istəyir deyə götürdük bunları. Şagirdlər və müəllim arasında məlumat və təcrübələrin ani ötürülməsi təmin edilir. Hə, burada ikisi düşüb eyni. Bunu dəyişərik, yaxşı gördüm. Araşdırma və təhlil aparmağa daha çox zaman olur. Bəli, bu da aid olmayandır sinxron tədrisə. Aid olmayanı istəyir, bunlardır. Keçək növbəti hissəyə. Asinxron tədrisə aid olanları göstərin. Asinxrona aid olanlar. Elektron poçt və ya digər mesaj ötürmə vasitələrindən istifadə. Aiddir. Şagirdlərdən güclü motivasiya, özünü idarə etmə, vaxtını idarə edilməsi bacarığı tələb edir. Aiddir. Asinxrona aiddir. Webinar və seminarlar sinxrona aiddir. Canlı və sürətli əks əlaqə sinxrona aiddir. Burada şagirdlər eyni zamanda prosesə cəlb olunurlar. Bu da sinxrona aiddir. Bizdən asinxron istəyir, bu işsin. Və möhtəşəm iş dedilər. Yəni, artıq yekunlaşdırdıq. Nəticə 100%. Sizlərə də imtahanda inşallah 100% nəticə, maksimum nəticə arzu edirəm. Hər birinizə zehin açıqlığı, növbəti izahlarda görüşmək ümidi ilə. Kanalımızı izləmədə qalın, videonu bəyənin, zəhmət olmasa ətrafınızda maksimum şəkildə paylaşın və dəyərli rəylərinizi yazmağı unutmayın. Yəni sizin rəyləriniz bizim üçün stimuldur. Sağ olun müəllimlər, görüşənədək.